Salam dostlar, bu dəfə istəyirəm Zülfü Pərişan izafətindən danışım. Hərdən mənə elə gəlir ki, Zülfü Pərişan ifadəsini klassik şeirimizdən çıxsaq şeirimiz uçub dağılar. Yəni o qədər çox, o qədər gözəl işlənib. Və bu ifadəni işlədən böyük sənətkarların içərisində şübhəsiz ki, böyük Füzuli öndə gəlir. Onun ən məşhur beyti isə budur. Aşiyan-ı mürğdil Zülfü Pərişanındadır, qanda olsam ey pəri, könlüm sənin yanındadır. Məncə Zülfü Pərişan ifadəsini bundan daha yüksəyə qaldırmaq qeyri-mümkündür. Çünki Füzuli həm deməli bədii baxımından yüksək sənətkarlıqla sözü işlədib, həm də məna baxımından onu ərş-i əlaya qaldırıb. Yəni Pərişan zülflərə ruhunun yuvası kimi baxır. Yəni Tanrının dərgahı, Tanrının hüzuru kimi. Yəni belə desək, el dili ilə desək, bundan o tərəfə yer yoxdur. Füzulidən sonra yadıma düşən ilk imza Molla Pənah Vaqifdir. Onun məşhur deməli bəndi var. Hamınız bilirsiniz. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır. Nə badi səbadən, nə şanədəndir. Gördüyünüz kimi Vaqif bir estetik şedevr yaradıb. Onun deməli ən böyük sənətkarlığı bundan ibarətdir ki, ifadəni əvvəla heca şeirinə gətirib. Əruz ladını saxlasa belə şeir qoşmadır janr olaraq və hecada yazılıb. Eyni zamanda Zülfü Pərişan ifadəsi özünün klassik irfani mənasından çıxarılaraq realist məntiqə gətirilib və konkret qadına şamil olunub. Beləliklə özündən sonraki ədəbiyyat üçün onu əlçatan eləyib. Həm də realist ədəbiyyat üçün onu əlçatan eləyib və özündən sonraki zaman üçün ona belə deyək vəsiqə verib. Vaqifdən sonra yadıma düşən Racinin məşhur qəzəlindəki beytdir. Deyir, səri zülfün kimi heç kəs mənim əhvalımı bilməz. Onun tək bir qara bəxtim, pərişan rüzgarım var. Deyir ki, sənin saçların qədər mənim əhvalımı heç kim bilə bilməz. Çünki bəxtim onun kimi qara, rüzgarım isə onun kimi pərişandır. Racinin burada gördüyü iş nədən ibarətdir? O izafət kimi işlətmir. Zülfü beytin əvvəlinə atıb, pərişanı beytin sonuna atıb və arada xeyli bədii ədəbi gəzişmələr eləyir. Ancaq beyti deyib, oxuyub bitirəndən sonra görürsən ki, həmin zülf, həmin pərişan söhbətidir. Yəni, klassik məzmundan çox da kənara çıxmadan öz möcüzəsini düzəldə bilib. Bunun yəni bəlli yollarla gedib möcüzə düzəltməyin özü də çətindir. Yəni, bəzən belə ədəbiyyatı epiqondan xilas eləmək hər oğlun işi deyil. Yəni, bəlli mövzularda masterlik göstərmək. Racinin burada üstünlüyü Vaqifdən fərqli olaraq budur. Yəni, ənənəvi janrdır, ənənəvi məzmundur, ənənəvi mahiyyətdir. Ancaq yeni bir libasda, yeni bir gözəllikdə ortalığa çıxır. Aşıq Ələsgərin